Sumqayıtla uğurlar kazanıb Ayxan Abbasov. Bu arada görüş start götürdü. Sol cinaha ötürmə edildi. İndi təhlükəli vəziyyət yarana bilər. Abduxollikov ötürmə edilir və 1-0! Sumqayıt klubu bu görüşdə Roy Keyhanın vurduğu golla hesabda önə keçir. 1-0. Roy Keyhan fərqlənir. Müdafiədə bir anlıq səhv yarandı və Sumqayıt klubu bundan maksimum istifadə etdi. Abduxollikovu da qeyd etmək lazımdır. Həm Abduxollikov, həm ona qədər ona ötürməni verən futbolçu o da qeyd olunmalıdır. Baxın, bax burada deyil. Ronaldo'ydu ötürməni verən. Aşar ötürməsini verən Ronaldo Vazquez idi. Əvvəlcə o Abduxollikov'u oynadı. Daha sonra Özbəkistanlı futbolçu burada bəlkə də özü də zərbə vura bilərdi və yaxud da ki, rəqibini keçib yenə zərbə vurmağı cəhd edə bilərdi, amma ən doğru olanı etdi. Buydu burada. Amma fərqli qərar verilmişdi. Bu arada Sumqayıtın hücumu Ronaldo Vazquez irəliləyirdi, ötürmə edilir. Burada təhlükəli ola bilər. Zərbə indirilir və yenə də müdafiədə boşluq yarandı. Baxırıq, bax burada Nimeli irəliləyirdi. Yıxdılar onu. Ronaldo Vazquez topa gələndi. Zərbə vurdu. Ricardo qayıtdı. Səbuhi Abdullazadə küncdən zərbəni yerinə yetirməlidir. Sumqayıt klubundan orada cərimə meydançasında 6 futbolçu var. Topu qaldırırlar. Top ötürülən yerdə bir kəs yox idi. Top yerdə Sumqayıtda qalır. Zərbə indirilir və ikinci gola yaxınlaşdı Sumqayıt klubu. Təkrara baxırıq. İlk ötürmə. Bax bu ötürmə yaxşı alınmasa da hər halda top yerində Sumqayıtda qaldı. Top Roy Keyhanın önünə düşdü. Demək olar, mane olan da yox idi. Sadəcə qapıya düşmək lazım idi burada. Topu uzaq 9'luğa fırlatmaya çalışdı, göndərməyə çalışdı Roy Keyhan. Sol cinahlı oynayır. Şamaxının fürsəti Michael Twig və Mehdi Cənnətov davamı olacaqmı? Top Nimeli'dən çıxır. Bir daha gəlin, baxaq. Sağ ol, yəni fasiləyə getməmişdən öncə. Burada Twig bərabərlik onunla vura bilərdi. Başla zərbə vurdu. Mehdi Cənnətov imkan vermədi. Və davamında da Sumqayıt komandasının əks hücumu alamadı. Bir daha baxaq. Twig zərbəni vurur. Hətta Murad Xaşayevə dəymişdi top. Qapçı da deyil. Top Murad Xaşayevə dəymişdi. Və davamında top Nimeli'dən çıxdı. Bu da epizodun bir daha fərqli rakursdan təkrarıdır. Belə, dəyərli tamaşaçılar, ilk hissə Sumqayıtın 1-0 hesablı üstünlüyü ilə yekunlaşır. Vladislav Veremeyev uzun oynuyor. Rüfət Abbasov topa çatdı və rəqibi keçməyə çalışır. Çox təhlükəli ötürmə və gol! Michael Twig çempionatda ilk golunu vurur. Düzdür, orada ehtimal var ki, bəlkə də avtogol var idi. Təkrara baxanda tam olaraq biləcəyik. Amma mənə elə gəlir ki, elə toxunuş Michael Twig'dən idi. Uzun ötürmə edildi. Bir anlıq bəlkə də fikirləşmək olardı ki, topa çatan olmayacaq, amma Rüfət görün nə etdi. Sona dək qaçdı. Sərtanı aldıda bildi, Sərtandan yayındı. Və Rüfət Abbasovun bu bədən hərəkətindən sonra verdiyi ötürmə məhsuldar ötürməyə çevrildi. Bir sağ edib, daha sonra solla irəliləməklə Sərtan Taşqından yaxşı yayındı orada Rüfət Abbasov. Bu uzun ötürmə zamanı həqiqdən də bəlkə də fikirləşmək olardı ki, Rüfət heç qaçmayacaq axıra qədər, topa çatmayacaq, amma Rüfətə də əhsən düşür elə. Yenə də Rüfət Abbasov topu ötürür, yaxşı ötürmə alındı. Michael Twig nəyi qaçırdı Michael Twig? Dubl edə bilərdi. İkinci ötürmənin müəllifi Edgar Adilxanov idi. Gənc futbolçular görün nələr etdilər burada Şamaxının heyətində. Həm Rüfət, həm Edgar ikisi də mükəmməl oynadı. Çox gözəl oynadı. Çətin vəziyyətdə Edgar'a baxın, necə dəqiq ötürmə verir. Michael bilmədi orada, ayağıyla zərbə vursun, başıyla zərbə vursun. Amma top yerlə gəlirdi. Başıyla fərqlənməyə çalışdı orada Michael Twig. Yenə fürsət yaranır, daha bir zərbə və gol! 2-1, Şamaxı istəyinə nail olur. Şamaxı, baxın, yenə də adi görünən bir ötürmə zamanı anlaşılmazlıq yarandı müdafiəçi ilə qapçı arasında. Alan Diaz qapçının gəlməyini gözləyirdi. Baxın, adi bir ötürməydi. Alan Diaz qapçının çıxacağını gözləyirdi. Mehdi Cənnətov da bir qədər geridə qalmışdı.
Tuik'lə mübarizədə Alan Diaz qapışını gözləyirdi. İbrahim Konatı özünü yetirdi. Və burada Elvar Məmmədov canlı səddədir. Səbuhi topu ötürür və top uzaqlaşdırılır. Qərar. Yana baxaq. Əlli oyununa bağlı mı, şübhə var idi, yoxsa nə idi? Vardan nəyin xəbərini gözləyir və oyun bitdi. Son epizod yəni tam anlaşıla bilmədən hər halda Rəvan Həmzəzadə oyunu yekunlaşdırır və 30-cu turun bu görüşündə Şamaxı klubu